Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindən canlı reportajımıza start veririk. Bugün Gənclər Liqasının 15-ci turunda Neftçi Qəbələni qəbul edir. Məlumat verəcəm. Başlayaq. Neftçidən komandamızda qapını 1 Məhdi Həsənov qoruyacaq. 11 komandanın kapitanı Elşən Atakişev, 2 Rəhman Şirinov, 5 Əmir Fətiyev, 7 Pünhan Qasımzadə. İndi isə qonaqların heyəti. Qəbələdə qapını 12 nömrəli Nicat Kərimov qoruyacaq. 4 komandanın kapitanı Səmid Əhmədov, 3 Murad Əbilov, 8 Əli Məmmədov, 9 Ömər Kərimov, 10 Ariz Kərimov, 11 Ağasəlim Abdullayev və bugün də mərkəzdən top oynaməz Mehdiyev daxil edir. Maç başladı. Uğurlar Neftçi. Topu saxladı. Pünhan var yanında. Onunla oynadı. Pünhan baxdı qapıya. Pünhan Qasımzadə keçdi Antoni Humpeni. Pünhan! Gol! Hesab açılır. 19-cu dəqiqə Pünhan Qasımzadə. Neftçi hesabda irəlidədir. Qəbələ ilə maçda Pünhan Qasımzadənin vurduğu golla. Sağ cənah ötürmə. Emin Süleymanov asist edir. Pünhan orta cərmə meydançasında Antoni Humpeni keçir. İşlək olmayan sağ ayağıyla topu qapıdan keçirir. Baxır cərmə meydançasına. Rəvandan ötürmə qapı qarşısına. Boşla zərbə və hesab bərabərləşir. Gol görürük. Rəvanın ötürməsi çox yaxşı alınmışdı. Dəqiq alınmadı. Fit səslənir. Beləcə birinci hissə başa çatır. İlk hissədən sonra hesab 1-1'dir. AFFA Gənclər Liqasının 15-ci turu çərçivəsində keçirilən Neftçi Qəbələ maçında İkinci hissə start götürdü. Hücumu Emin Süleymanov, Antoni Humpe topu oradan uzaqlaşdıra bildilər. Yenidən təzyiq etdi. Elşəndən ötürmə Tunara. Tunar! Gol! Tunar Mehdiyev! Neftçi ikinci hissə golla başlayır. İzləyək təkrarını. Burada əvvəlcə Emin Süleymanov irəliləmək istədi. Humpe qarşısını kəsdi, topu ötürdü ancaq orada geriyə ötürmə dəqiq deyildi. Yaxşı alınmamışdı. Təzyiq etdi Nicatla Elşən. Elşən ötürdü topu. Tunar hücumu golla tamamladı. İndi ötürmə çox pis alındı. Emin Süleymanov. Emin cərmə meydançasında. Süleymanov. Nicat. Məhərrəmov ötürmə olacaq mı qapı qarşısında? Nicat. Məhərrəmov sol ayaqla ötürür. Elvin. Gol! Elvin Vəliyev. Hücumu golla tamamlayır ama golun yarısı burada Nicat'ındı. Nicat Məhərrəmov orada təzyiq etdilər. Emin Süleymanov tələsmədi cərmə meydançasına ötürmə etməyə. Nicat'la oynadı. Məhərrəmov xəttə qədər irəlilədi. Daha sonra sol ayağıyla ötürmə edir qapı qarşısına. Azər sol caha. Əmir Aslanlıdan ötürmə cərmə meydançasına. Orada sağ cahdan ötürmə qapı qarşısına və top burada qapıdan keçir. Top qapıdan keçir. Yusubovun ötürməsi. Azər orada boş idi. Elvindən ötürmə dəqiq alındı indi. Pünhan sağ cənaha oyundan kənar vəziyyət yoxdur. Kamran cərmə meydançasında keçdi. Yıxıldı yerə. Penalti. Yox idi oyundan kənar vəziyyət. Orada digər futbolçu pozurdu ofsaydı. Əlini qaldırmış tavaya bəli. Məhəmməd Yusubov idi. Burada ofsaydı pozan. Penaltini qazandı. İndi fit səslənir. Kamran bitirir bu oyunu Kamran. 4-2'dir hesabı. Özü qazandı penaltini. Özü də golunu vurdu hesabı. 4-2'dir. İrəliyir Neftçi. Kamran İsmailov. Maç hələ ki bitməyib, yox. Başa çatdırır bu maçı hakim. Çox maraqlı 90 dəqiqə izlədik.